Seçkidə səs verdiyi namizədin qalib gəlməsi onu çox sevindirib. Hətta Prezident İlham Əliyevin qalib gəlməsi üçün səs vermədən əvvəl qurban deyib. Seçkinin nəticələri açıqlandıqdan sonra etdiyi niyyətini yerinə yetirir. Bakı sakini Elbəy Bağırov, Prezident İlham Əliyevin növbəti dəfə prezident seçilməsi münasibətilə qurban kəsdirir. Üçüncü səfər prezident seçilsə, 30 dana qurban demişəm. Yəni şükürlər o da seçildi. Mən aslında bu dünyaya o sıra gün kəsilməli idi. Prost bu günə qismət oldu. Onda mən kəsmənin məqsədi odur ki, kəsilsin, kimsəsizlər evinə versin, qocalar evilə verilsin. Yəni o ancaq belə bir yerlərə qismət olsun. Biz də xalq da bilir də kimi seçmək lazımdır. Biz cənab prezidentimizi sevirik, sevəcəyik də. Qurbanlar kəsildikdən sonra ətlərin yarısı 3 saylı internat evinə, yarısı isə qocalar evinə paylanılıb. Qocalar evinin sakinləri də bu aksiyanı yaxşı qarşılayıb. Gəliblər, bizi də bir yad ediblər. Allah qəbul eləsin. Gətirənlərin Allah canına dəyməsin, Allah gələn ayaqlarınızı var etsin. Nə niyyətinə gətirmişsiniz, bütün Allah qəbul eləsin. Xeyriyyəçi aksiyanı davam etdirəcəyini deyir. Niyyət edilmiş daha 20 qurban da bayrama qədər ziyarətgahlarda kəsilərək ətləri ehtiyacı olanlara paylanacaq.